söhbət gedir. Yəni o bizə pərdədən, yəni öz cismindən keçən yeni və canlı bir yol açdı. Biz burada sözlərlə rastlaşırıq, yeni və canlı. Deməli, bu yol bizim üçün yenidir. İman edən hər bir kəs üçün yenidir. Yəni onun bəlkə də bu yolla getməyə heç bir təcrübəsi yoxdur. İlk dəfə bu yolla gedir və başa düşür ki, bu yol həm də canlı yoldur ki, orada canlı bir şey var. Sadəcə yolçusu olmaq deyil, bir məntəqədən o biri məntəqəyə getmək deyil, amma orada ünsiyyət olduğu da qeyd edilir və buradakı istifadə edilən termin pərdə. Nə pərdə? Hansı pərdədən söhbət gedir ki, biz başa düşək ki, yəni hansı pərdədən keçdik və həmin o pərdənin mənası nədir və bunu başa düşməyimizdən ötəri biz gərək Musa peyğəmbərin dövrünə qayıdaq. Və Musa peyğəmbərin dövründə Allah İsrail xalqı ilə öz arasında qoyduğu ibadət növünə diqqət yetirməliyik ki, oradan biz öyrənək. Orada Allah onlardan nə cür ibadət istəmişdi? Çünki Musa peyğəmbərin dövründə başlayan o çadır ibadəti adlanan, nəyə görə çadır ibadəti adlanırdı? Çünki həmin o ibadət evi səyyar idi. Yəni o bir məntəqədən o biri məntəqəyə köçən olduğuna görə çadırda gedirdi və çadırın içində isə ibadət üsulu qurulmuşdu. Sonra isə Süleymanın dövründə məbəd tikiləndə bizim eradan 1000 il əvvəl və həmin o üsul, həmin o model, həmin o daş binanın içinə keçdi. Məbəd dağıldı, sonra Zərubabelin dövründə bərpa olunanda onlar eyni ibadət üsulunu qaytardılar. Və bu şəkilə baxdıqda, bu şəkildə həmin o ibadət növü təmsil edilir. Yəni göstərilir ki, ibadət neydən, nə idi? Və belə baxanda orada dörtkünc alınan o əvvəllər çəpər idi, sonra isə hasar formasına almışdı. Yəni xüsusi ibadət üçün ayrılmış ərazi. Çəpərin o biri tərəfində insanlar öz gündəlik həyatlarını yaşayırlar. Bəlkə eyni adamdır. Eyni adam çəpərin çöl tərəfində olanda o gündəlik işləri ilə məşğuldur, gündəlik ömrünü yaşayır. Amma giriş qapısından içəri daxil olduqdan sonra isə o ibadət ərazisinə girir. Beləliklə, həmin o ərazi çəpər ilə, hasar ilə ibadət üçün ayrılmış, xüsusi təyinatlı bir yerə çevrilirdi. Və qapıdan içəri girən kimi bizim diqqətimizi cəlb edən, mən deyərdim, əsas 3 dənə şeyə diqqətinizi yönəltmək istəyirəm. Toplanmaq üçün ərazi var idi orada. Yəni içəri keçən insanlar belə darısqallıq hissələnmirdilər. Geniş bir yer idi. Həmin o yerdə insanlar toplaşa bilirdilər, orada yığışa bilirdilər. Orada bürünc qurbangah var idi və bürüncdən düzəldilmiş hovuz yerləşdirilmişdi və onların hamısında öz təyinatı var idi və bu təyinatlar haqqında ardıcıllıqla danışacağam və bu bizim üçün yaxşı bir nümunədir. Burada insanlar hansılar ki, giriş qapısından keçirdilər, onlar indiyə qədər də insanlar Allaha yaxınlaşanda eyni tərzdə edirlər. Bəziləri qonaq qismində gəlirlər, sadəcə bir tamaşa etməyə, seyr etməyə, nə baş verir orada. Yəni maraqlıdır axı, hasarın bu tərəfinə keçəndən sonra orada içəridə nə baş verir? İnsanlar orada nə edirlər və bəziləri doğrudan da qonaq qismində gəlirdilər, sadəcə baxmaq üçün və qapı hamının üzərinə açıqdır və orada qapıdan içəri girən insanları soruşmurlar. Niyə gəlmirsən bura? Soruşmurdular. Yəni qapı açıq idi. Və qapının açıq olması və qapıda mühafizəçilərin olmaması və insanları sorğulamaması ki, niyə gəlirsən, qapıdan insana azad və sərbəst şəkildə içəri daxil olması üçün bir imkan idi. Yəni bu deməkdir ki, hər bir insan Allaha ibadət etmək üçün həmin o qapıdan içəri girə bilərdi. Və qapıdan içəri girən insanlar, onlar baxmayaraq ki, Allah insanlarla davamlı və uzun müddətli ünsiyyəti istəyir və o ünsiyyətə onları dəvət edir, əksər insanlar bunu başa düşmürlər. Əksər insanlar bunu başa düşmürlər ki, Allah insan ilə ünsiyyətdə olmaq istəyir. Və müqəddəs kitabda bu fikirlərlə rastlaşmamışdan əvvəl mən heç fikirləşmirdim ki, Allah bunu istəyir. Heç ağlıma da getirə bilməzdim ki, mən danışanda, Allaha danışanda, hansına ki biz deyirik dua edəndə, Allah bir mənalı şəkildə dualarımı qəbul edir. Mən sadəcə fikirləşirdim ki, etdiyim dualar sadəcə mənim öhdəmə düşən bir paydır. Mən bunu etməliyəm.
eşidildim, eşidilmədim, bu başqa mövzudur. Mən öz üzərimdə olanı yerinə yetirməliyəm və ibadətlərin beləncə də yerinə yetirirdim. Amma müqəddəs kitabda rastlaşanda ki, Allah bizi özü ilə canlı və diri ünsiyyətdə dəvət edib və bu canlı ünsiyyət o deməkdir ki, danışanda külli ixtiyar olan Allah, yerin və göyün sahibi olan Allah, hər şey öz sözünü qüdrəti ilə saxlayan Allah, zülməti nura çevirən Allah, qarşısı alınmayan Allah bir bəndəsini dinləyir. Təsəvvür edirsiniz? Onun duası Allahın diqqətindən yayınmır. Necə də gözəl fikirdir. Və bu fikir daha da həvəs yaradır Allaha üz tutmağa. Çünki bilirsən ki, eşidilirsən. Olur sizdə elə yer ki, hansısa bir insanların ətrafındasınız və orada danışırsınız və görürsünüz ki, eşidilmirsiniz. Danışırsınız, amma sizə qulaq asmırlar. Yəni belə qulaq ardına, belə Lori dilində desək, beləncə söz də var bizdə. Qulaq ardına vururlar. Danışırsan, amma qulaq asan yoxdur. Danışmaq istəmirsən. Niyə danışmaq istəmirsən? Axı qulaq asmırsınız. Bəlkə məni narahat edən, mənim üçün vacib olan, mənim üçün xüsusi olan bir şeyləri paylaşmaq istəyirəm. Bəlkə dərdimi bölüşüb ya da sevincimə şərik olmasını istəyirəm. Amma qulaq asmadıqlarına görə daha bölüşməyə də istəmirsən. Və deyirəm, Allaha da dualar da buna bənzər deyilmi? Əgər bilsək ki, bizim Allaha müraciətlərimiz bir buxar kimi havada əriyir və yox olursa, onda heç o qədər də həvəsli olmayacaq axı. Və özümüzə bu bəraəti verəcəyik. Onsuz da Allah bilir. Və rastlaşırsınız bu sözlərlə də. Onsuz da Allah bilir. Hə, Allah bilir, amma səndən eşitmək istəyir. Çünki o diqqətli dinləyicidir. Allah haqqında deyirəm. Allah diqqətli dinləyicidir. Və biz ona müraciət edib deyəndə, ey səmavi atam, dinləyirəm. O da necə də gözəldir. Və bu həvəs yaradır ona müraciət etməyə. Bu həvəs yaradır onunla bölüşməyə. Ona görə biz Məsih isə iman edənlər o xüsusi vaxta dəyər veririk ki, duada Allah ilə danışaq. Niyə? Çünki eşidilirik. Çünki o bizi eşidir. O diqqətlə bizə qulaq asır ki, vaxtında və yerində bizə kömək etsin. Və məhz o qapıdan içəri daxil olan insanlardan bəziləri bunu anlayaraq böyük bir sevinc ilə ibadətlərini etmək üçün daxil olurlar. Digərləri isə seyr etmək üçün, baxmaq üçün ora daxil olurlar və növbəti orada olan əşyalardan hansılar ki, rastlaşırıq, o ərazi idi harada insanlar yığışan və bürünc hovuz idi. Bürünc hovuzda insanlar əllərini yuyurdular, onlar üzlərini yuyurdular, onlar o çirkabdan özlərini təmizləyirdilər ki, təmiz əllərini Allaha tərəf uzadıb dualarını etsinlər. Və həmin o təmizlik və təqdis olunma, həmin o ibadətin ayrılmaz hissəsi idi və orada eyni də qurbangah var idi və insanlar etdikləri səhv əməllərinə görə qurbanları təqdim edirdilər. Və burada bir işarə vardı, hansı ki, 2 ayə burada qoymuşam. Budur dünyanın günahını götürən Allahın quzusu. Bu sözləri İsa Məsih barəsində şəhadət edən vəftizçi Yahya idi. O İsa Məsihi gördükdə ətrafdakı olan insanlara ona işarə edərək deyir: mən sizə danışdığım, mən sizinlə bölüşəndə gəlməli olan şəxs barəsində qeyd etdiyim odur. O Allahın quzusudur. O dünyanın günahını öz üzərinə götürür. Burada təsəvvür edirəm, o Yahyanın sözünə qulaq asan, onun sözlərinə dəyər qatan və hörmət edən insanlar bu sözləri eşidəndə nə etdilər? Onlar sandalsızla getdilər. Çünki dünyanın günahını aradan qaldıran oydu və İbranilər məktubunda 10-cu fəsildə aydın bizə deyir ki, Məsih bir dəfəlik qurban olaraq təqdim etdi ki, özünü. Bir daha Allaha yaxınlaşan insan qurbanların təqdim edilməsi ilə azad olmasını deyil, Məsih İsa'ya ümid edib ona sığınması ilə günahların bağışlanmasını aldıqda əmin olsun. İnsanlar isə günahkar olduqlarına görə Allahdan ayrı düşdülər. Allahı başa düşmək, Allahı hiss etmək, duymaq qabiliyyəti kütləşib. Onlar hiss eləyə bilmirlər.
Allahı duya bilmirlər, başa düşə bilmirlər. Bəziləri də müqəddəs kitabı oxuyanda buradakı sözləri anlaya bilmirlər. Biz oxuyuruq, biz sevinirik, ruhlanırıq. Bu sözlər bizi təşviq edir və bizi ilhamlandırır. Çünki bu sözlərin mahiyyətinə iman etmişik. Bizə Allaha olan imanımız bu sözlərin təsirini və qüdrətini bizim üçün aşkar edib. İman etməyənlər üçünsə oxuyurlar və başa düşmürlər. Niyə? Çünki günah onları duymaq, başa düşmək, hiss etmək qabiliyyətini əllərindən almışdır. İnsanlar həssaslığı itiriblər və davamlı olaraq nəticələri düşünmədən günahı işlədirlər. Onlar fikirləşmirlər ki, günahın nəticəsi ölümdür. Onlar bunu başa düşmürlər. Niyə başa düşmürlər? Çünki hər bir həssaslığı itiriblər. Bundan da əlavə, yaşadığımız mühitdə də, bu dünyada da günah edən, haqsızlıq edən insanlara tərif yağdırılır. Fərasət bilinir. Yəni ki, əldə etdin, fərasətlisən, təriflənir. Bu bir bacarıq kimi qeyd edilir və insanlar da haqsızlıq yolu ilə əldə etdiklərini nümayiş etməkdən utanmırlar. Zinaları ilə övməyi utanmırlar. Bunları özlərinə fəxr bilirlər. Niyə? Çünki insanlar onlara bunu verir. Ətrafdakı olan insanlar bunu bir rəğbət, bir nümunə, qazanc, nailiyyət, bacarıq kimi qeyd edilir. Əsas odur, əldə et. Amma hansı yollarla nail oldunsa, heç kimə maraqlı deyil. Beləncə bir ifadə var, yəqin ki, rastlaşmısınız. Qalib gələnləri heç kim mühakimə etmir. Yəni, əsas odur ki, o zəfər çaldı, o qalib oldu, nail oldu. Yox, yox, bu belə deyil. Bu elə deyil. Hər kəs etdiyi haqsızlığın nəticəsini daşıyacaq. Bəzi insanlar isə onlar etdikləri haqsızlığı da öz vicdanları ilə götürə bilmirlər. Ona görə onlar daxil olurlar o qapıdan içəri. Çünki onların ürəyi sıxılırdı, narahat olurdular və onlar heç olmasa müvəqqəti, heç olmasa darvazadan içəri keçim, bəlkə o su ilə özümü təqdis edim deyə özlərində bir təsəlli, bir rahatlıq tapmaq arzusunda idilər. Və deyirəm, indiyə qədər insanlar cəmiyyət toplantılarına gələndə burada bir ilahiləri dinləmək, duaları eşitmək, imanlılarla ünsiyyətdə olmaq müəyyən bir rahatlıq, müəyyən bir müvəqqəti sülh getirdiyinə görə insanlar gəlirlər, onu alırlar və biraz rahatlanırlar. Və sonra buradan gedəndə həmin o rahatlıq da, dinclik də həmin o yolda əriyə-əriyə də gedir. Niyə? Çünki davamlı qalmağı bacarmırlar. Bəzi insanlar gəlirlər, həyatda üzləşdiyi çətinliklərdə hansısa bir təsəllini tapsınlar. Və onlar üçün edilən hər hansı bir dua, hər hansı bir xoş söz, hər hansı bir xoş baxış onlarda müvəqqəti ilham almaqlarına səbəb olurlar. Ona görə gəlirlər və mən deyirəm ki, bunu görsədə gələn insanlara Rəbdən öyrəndiyimiz münasibəti görsətməyə tələsək, xoş üz ilə insanları qarşılayaq. Niyə? Çünki Allah bizi xoş üzlə qarşılayır. Hər dəfə biz ona müraciət edəndə, hər dəfə onun kəlamını açıb oxuyub deyəndə, ya Rəbb danış mənimlə, Allah demir ki, bu mənə bezdirdi, nə qədər mənə müraciət edir. Demir. Xoş üz ilə qarşılayır. Ona görə biz duaya meyil göstəririk. Ona görə biz müqəddəs kitabı oxumağa meyil göstəririk. Biz imanlılar bir yerdə toplaşanda, gələndə sevinclə gəlirik ki, orada məni qarşılayacaqlar. Deməyəcək ki, yəni də bu gəldi. Yox, ona görə biz də heç kimə bu sözü demirik. Niyə? Çünki Allah bizə fərqli münasibət göstərir. Gələn insanlar isə öz ehtiyacları ilə bir yük kimi gəlirlər. Kimsə xəstəliklərinə görə, ailə problemlərinə görə burada müvəqqəti də olsa təsəlli alsınlar. Vicdanları narahat edir, sıxılırlar və Allahın kəlamını eşidəndə onlarda bir rahatlıq yaranır. Və belə baxanda müqəddəs kitabda da İsa Məsih bunu etməyə onlara çağırış verir. Və baxın, çağırış nədən ibarətdir? Ey bütün yorğunlar və yükləri ağır olanlar,
mənim yanıma gəlin, mən sizə rahatlıq verərəm. İsa Məsih bu sözləri deyir. Ey həyatda üzləşilən çətinliklərdə sıxılan, narahat olan, vicdanı ilə üzbəüz qalan, o həyatda üzləşdiklərini bir ağır yük kimi daşımaqdan yorulan nə deyir? Mənim yanıma gəl. Mənim yanıma gəl. Və sən mənim yanıma gəldikdə mən nə edəcəm? Yükündən səni azad edəcəm. Maraqlıdır. Ona görə insanlar gəlirlər ki, həmin o rahatlığı, o dincliyi, o ürəkdə yer alan sülhü əldə etsinlər. Və deyirəm, hətta sadəcə eşitmək, Allahın sözü barəsində eşitmək, Allahın insanlara olan məhəbbəti barəsində eşitmək insanlara rahatlıq və ümid verir. Onlar eşidirlər və ürəklərinə bir təskinlik, ürəklərinə balaca bir sevinç qığılcımı yaranır və onları bu ilhamlandırır. Allah istəyir ki, bu münasibət davamlı olsun. Bu müqəddəs kitabda dünyanı yaratdığından etibarən Allahın insanlara çağırışıdır. Müvəqqəti, müəyyən bir ehtiyaclarına cavab almaq üçün deyil, sadəcə müəyyən bir zaman üçün Allaha sığınmaq üçün deyil, davamlı və daimi Allahla ünsiyyətdə olmaq üçün Allah insanları özünə tərəf cəlb edir. Gəl və məndə yaşa, Allah deyir. Nəinki sıxın, nəinki müəyyən bir çətinlikdə mənim yanımda ol ki, fırtına keçsin və sən öz həyatına qayıdasan. Nəinki hansısa bir məsələlərini Allahdan aldığın məsləhət ilə həll etdikdən sonra, arzuladığına nail olduqdan sonra minnətdaram sənə ya Rəbb deyib öz həyatına qayıdasan. Qal onda. Qal onda ki, Allahın yaxşı və xeyirxah işlərini davamlı olaraq öz həyatında görəsən. Şəkilə qayıtsaq, oxuya bilərsən onları İlham, o sarıya qədər. Allah istəyir ki, insan onun huzurunda davamlı yaşasın. Buna görə də müqəddəs çadır yalnız xarici həyatdan ibarət deyildi. Allah insanı daha da irəli öz huzuruna doğru çağırır. Əgər buradakı təsvirə biz baxsaq, biz görürük ki, hasara alınmış, xüsusi ayrılmış bir məkan var və həmin o məkana insanlar gəldikdə azad olmaq istəyirdilər. Onlar azad olmaq üçün onlar öz əllərini yuyurlar, üzlərini yuyurlar, təmiz əllərlə Allahlarına dualarını etsinlər. Onlar hansısa bir təqdimat verirdilər ki, işlətdikləri günahdan azad olsunlar. Amma Allah insanlarla olan münasibətin bu mərhələdə qalmasını istəmir. Əlbəttə özü bu şəraiti yaradır və əlbəttə insanlar məhz bu mərhələdən keçərək daxili bir yerə girməyə bacara bilsinlər. Xarici həyat son dayanacaq deyil burada qeyd etmişəm. Müqəddəs çadır bununla bitmir. İçəridə daha bir hissə var idi. Həmin o hissə müqəddəs bir yer adlanırdı. Amma o müqəddəs yerə isə hər kəs girə bilməzdi. O artıq fərqli idi. Artıq orada dayanmış adamlar var idilər və ora daxil ola bilən insanlar xüsusi icazəli idilər. Doğru eşidirsiniz məni? Xüsusi icazəli insanlar gelirdilər. Hansılar seçilmişlər idilər. Allahın kahinləri idilər. Və biz müqəddəs kitaba baxanda, müqəddəs kitabda Allah bizə onun seçilmişləri deyir. İstəyərdim 1-ci Petrin məktubu 2-ci fəsil 9-cu aya baxaq və bu aya baxanda görəcəyik ki, bu icazəni alanlar, yəni müqəddəs yerə daxil olub Allah ilə daha yaxından ünsiyyətdə olmaq üçün seçilmiş və icazəli insanlar Məsih İsa'ya iman edən bizlərik. Amma siz seçilmiş nəsil, padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. Fikir verirsiniz buradakı müraciətə? Seçilmiş nəsil. Və əgər Allahın adından danışmış olsaydıq, bu ayəni belə deyərdik.
mən sizi seçdim ki, siz mənim nəslim olasınız. Mən sizi seçdim ki, mən padşahın kahin tayfasına aid olasınız. Mən sizi seçdim ki, siz mənim müqəddəs, mənim üçün ayrılmış bir xalq olasınız. Mən sizi seçdim ki, mənə məxsus olasınız, mənə aid olasınız. Siz mənimkilərsiniz. Əgər bu məktubu Həvari Peter yazanda bu fikri bizə çatdırır və Allahın adından əgər peyğəmbərlərin dövrünə qayıtsaydı, onlar mən bəyaqları səsləndirdiyim kimi bu sözləri deyərdilər. Allah bunu bizim üçün etdi. O bunu etdi ki, bizi ilə şəxsi, xüsusi bir ünsiyyət olsun. Bu ünsiyyət hamıya aiddir? Əlbəttə, iman edən hər bir kəsə. İsa Məsih iman edənlərə müqəddəs kitab həmin bu imtiyazı verir. Xatırlayırsınız bizim mövzumuzu? Allahdan aldığımız imtiyazlar. Əgər Allahın ibadətgahına daxil olmaq üçün qapı açıq idi və ora hər kəs daxil ola bilərdi. Kimlər isə müvəqqəti gəlirdi, bəziləri tamaşaçı qismində gəlirdilər ki, baxsınlar ki, oradakılar nə edirlər və sonra onlar üçün bir mövzu yaransın dostlar arasında danışmağa. Orada belə dua edirlər, onlar belə etdilər, filankəs dua edəndə belə dua edir, onlar üçün maraqlı gəlir. Digərləri müəyyən ehtiyaclarına cavab almaq üçün gəlirdilər, amma digərləri isə oradan keçib müqəddəs yerə girirdilər. Oradan keçib müqəddəs yerə girirdilər və müqəddəs yerdə orada xüsusi bir alətlər var idi, şamdan var idi, çörəkləri təqdim etmək üçün masa var idi, buxur qurbanı var idi. Və istəyərdim ki, biraz vaxt ayıraq, həmin oradakı olan əşyalara diqqət yetirək. Müqəddəs yerdə ilk diqqətimizi çəkən əşya içəri otağın yeganə işıq mənbəyi olan həmin o şamdan idi. Pəncərələr yox idi. Yəni ora daxil olduqda bir böyük minora dayanırdı. Onun adı 7 şamdandan ibarət olan bir şamdan idi. Adı minora idi və yeganə işıq mənbəyi o idi. Oxuya bilərsən o şamdan minoradan sonra. O bizə xatırladır ki, Allah nur və həqiqətdir. Onun huzuruna daxil olan hər bir insan Allahın nuru ilə işıqlanır və aydınlanır. Ancaq Allahın nuru insanın düşüncələrini, niyyətini və ürəyinin istəklərini üzə çıxarır. Onları Allahın iradəsinə uyğun dəyişdirir və insanı təqdis edir. Həmin o işıq məhz bunu rəmz olaraq bizə göstərir ki, Allaha aid olan insan qaranlıqda qalmır, amma o verdiyi işıqda gezir. Ona görə Davud 27-ci Zəburda maraqlı söz deyir. Rəbb mənim nurumdur. Xatırlayırsınız sözləri? O günəşin işığı haqqında danışmır. Əlbəttə günəş çıxanda hər yeri işıqlandırır və işığa ehtiyac yoxdur. Amma o isə öz daxilindəki nurdan danışır və həmin o Allahdan gələn nur insanın daxildə, gizlidə olan düşüncələrini və niyyətini təqdis edir və təmizləyir. O insanın düşüncələri, bəzən özümüz, olur sizdə, öz düşüncələrimizdən özümüz qorxuruq. Əlimizdən gələn pislikdən özümüz tiksinirik. Oyda, bunu edə bilərəm. Olub sizdə elə şey. Və yaxud da ki, kimə isə elə seçilmiş, sancılmış sözlər deyirik, sonra peşman oluruq. Oyda, mən bunu da bacaram. Olub sizdə elə şey. Deyirsən və sonra peşman olursan. Kəfki deməzdim. Əgər o peşmançılıq olursa, təkrar eləməyin. Əgər sizi narahat eləyirsə, gedin həmin o insanla danışın. Üzr istəmək, xatırlayırsınız, üzr istəmək böyüklükdür. Böyüklükdür. Böyüklüyünüzü heç kimə verməyin. Bu fikir aydındır. Çünki beləncə bir fikir yaranır ki, üzr istəmək balacaların işidir. Biz böyüklərik, biz həmişə haqlıyıq, balacalar isə haqsızlar. Ona görə nə etməliyik? Qışqırmalıyıq onların üstünə, danlamalıyıq onları, yerinə oturtmalıyıq. Onlar bilməlidirlər ki, burada böyük kimdir? Səhv.
Razıyıq da biz. Bu səhvdir. Yox, biz uşaqlarımızı sevirik. Biz nəinki uşaqları sevirik, biz bizimlə eyni yaşda da, yaxın yaşda olanları da sevirik. Və bizim işimiz öz gücümüzü, böyüklüyümüzü, liderliyimizi göstərməkdən ibarət deyil axı. Axı o deyil həyat. Böyüklüyümüz, əgər göstərmək istəyirsə böyüklüyümüzü, başqasının inkişafında zəhmət çəkməkdən ibarətdir. Vurduğun zərəri başa düşmək və gedib üzr istəməkdir. Məni bağışla. Oyda müqəddəs kitab çox maraqlı yanaşmalar verir bizə və bu yanaşmada görüncə sözlərdən istifadə edir. Allah həlimlərə lütf verir. Xatırlayırsınız? Kimə qarşı durur? Məğrurlara qarşı durur. Boyunlarını əyməyən insanlara, səhvini boynuna almayan, həmişə dik gezib, özündən razı, həmişə haqlı olduğunu düşünən insanlara qarşı Allah özü qarşıdır. Kimin tərəfini seçək? Həlimlərin. Yox. Çünki Allah həlimlərə lütf verir. Qayıdaq mövzumuza. Davud çox maraqlı deyir. Məhz həmin o nur hansı haqqında 27-ci Zaburda və tək 27-ci Zabur deyil, o Zaburlarında Allahın nuru barəsində çox danışır. Həmin o Allahın nuru barəsində danışanda günəşin verdiyi işıqla heç bir müqayisəsi olmadığını qeyd edir. Çünki Allahın nuru insanın daxili niyyətini, insanın düşüncələrini Allahın həqiqətinə çıxardır. İnsan içəridən, daxili təbiətdən saflaşsın deyə. Əgər daxilən saflaşmamışıqsa, zahirin bəzəyin nə adı var? Xatırlayırsınız, İsa Məsih din xadimlərinə, yəni Allahın adından danışan, Allahın təmsilçiləri olduğunu düşünən din xadimlərinə maraqlı bir bənzətmə verir. Siz bəzədilmiş qəbirlərsiniz. Ayda, heç eşitmək istəməzdim o sözü. Necə ağır sözlərdir. Siz bəzədilmiş qəbirlərsiniz. Yəni, zahirən gözəl görsənirsiniz. Amma qəbrin içində ölü sümüklərdir. Yəni, içinizə Allahın nurunu buraxmadınız. İcazə vermədiniz ki, Allah öz kəlamı vasitəsilə sizi təqdis etsin. Niyə? Niyə içində ölü sümükləri saxlayırsan? Tövbə et. Ya Rəbb, məni yenilə. Ya Rəbb, məni dəyişdir. Allah bizi canlı ünsiyyətə çağırır ki, o canlı və diri ünsiyyət vasitəsilə öz sözündə bizi təqdis etsin. Və biz yenilənməni, təqdis edilməni Allahın bizim üçün aşkar etdiyi nurda görməyi bacaraq. Növbəti ayə diqqət yetirin. Yahyanın müjdəsi 8-ci fəsil 12-ci ayə. Sonra İsa yenə xalqa dedi: Dünyanın nuru mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək. Həyat nuruna malik olacaq. Fikir verirsiniz hansı nurdan söhbət gedir? Həmin o məbədin daxil otağına keçən kahinlər Allah tərəfindən seçilmişlər, məhz bu imtiyazı əldə edirdilər. Allahın nurunu anlamaq və o nuru öz içlərinə almaq. Allahın sözü məni təqdis eləsin. Allahın sözü məni saflaşdırsın. Bütün düşüncələrim, ürək niyyətim qoy yenilənsin onun sözü vasitəsilə. Biz deyirik, biz də belə istəyirik. İstəyirik ki, Allahın sözü də bizim həyatımızda eyni işləri görsün ki, biz də Allahın nurunda gezən insanlar olaq. Və görüncə maraqlı sözlərdən isə istifadə edir. Həyat nuruna sahib olar. Biz istəyirik həyat nuruna sahib olaq. Biz istəyirik ki, həyat nuru bizim də daxilimizdə yer alsın. Növbəti orada olan əşyalardan təqdis çörəkləri idi və orada İsrail qəbiləsi 12 qəbilədən ibarət olduğuna görə beləncə iş görülürdü. İş bu idi. Həmin insanlar, ibadətə gələn insanlar onun ən yüksək növünü getirirdilər. Yəni evdə qalan qurd başmısı getirmirdilər. Yəni ən yüksəyi getirirdilər. Niyə? Çünki Allah ən yaxşısına layiqdir. Allah ən yaxşısına layiqdir. Biz Allaha evdə artıq mürgülüyürük, yatmağa doğru gedirik. Bu 2 dənə söz deyim, yatım. Yox, biz elə dua etmirik.
Biz günümüzün ən gümrah vaxtını seçirik. Haçan özümü daha gümrah hiss edirəm. Bəzi insanlar özünü sübh tezdən gümrah hiss edirlər, bəziləri özlərini axşam gümrah hiss edirlər, kimlərsə günorta olur. Ən yaxşı vaxtını Allah üçün ayır. Ayaq üstə yola verən tezbazar dualara özünə vərdiş yaratma. Çünki bilirsiniz niyə? Bu sənin münasibətinə çevirəcək. Əgər dualarını belə vaxtlarda eləsən, yol üstü tələsərək Allaha münasibətin bu olacaq. Ayda dua etməyi unutdum, kəlam oxumağı unutdum, Allahın sözünə görə davranmağı unutdum. Ya Rəbb, mənim unutqanlığımı bilirsən də. Yox, qoy belə insanlar olmayaq. Özümüzü bu yalançı sözlərlə aldatmayaq. Çünki Allah bizim üçün özündə olan ən gözəl, ən yaxşı nemətləri hazırlayıb və verir. Ən yaxşısını verir Allah. Və ən yaxşısına sahib olan bizlər Allaha necə cavab veririk? Necə cavab vermək istəyirik? Ən yaxşısını. Ona görə məhz o təqdimatları getirəndə onlar həmin ən yaxşı un növünü götürürdülər və verirdilər kahinlərə. Kahinlər onlardan çörək bişirirdilər və hər şənbə günü, həftədə bir dəfə, həftənin 7-ci günü həmin o çörəkləri təqdimat olaraq Allaha verirdilər. Bu, xalqın Allaha verdiyi təqdimat ancaq minnətdarlıqla bağlı idi. Fərq var. Həyətin məbədinə daxil olan insanlar vicdanların narahat elədiyi günahlardan azad olmaq üçün təqdimat verirdilər və əllərini yuyurdular ki, təmiz əlləri ilə ibadət eləsinlər. Amma daxili otağa keçənlər isə, onlar isə minnətdarlıq təqdimatlarını verirdilər. Ən yaxşılarını verirdilər. Allaha sevinc ilə o təqdimatı verirdilər və bunu hər dəfə edirdilər. Və hətta həmin o yanan buxur da seçilmiş otlardan ibarət idi. Sizcə o otları ora kimsə getirirdi, yoxsa onlar möcüzəli şəkildə öz-özlərinə peyda olunurdular? İnsanlar getirirdilər. O otları isə seçmək lazım idi. Onlar gedirdilər, o otları seçirdilər, onları birləşdirirdilər ki, gözəl qoxular yaransın və həmin o gözəl qoxuları da Allaha ibadət etmək üçün təqdim edirdilər. Və bu onların Allaha minnətdarlıq ibadətinin ayrılmaz hissəsinə çevrilmişdi. Zabur 141-də üzr istəyirəm, Davud peyğəmbər çox maraqlı bir söz deyir. Qoy huzurunda dualarım bir buxur kimi, açılan əllərim axşam qurbanı kimi qəbul olunsun. Maraqlıdır. Qoy deyir, mənim dualarım, sənə etdiyim müraciətim qoy bir buxur kimi olsun. Və biz müqəddəs kitaba baxanda dəfələrlə bu fikirlərlə rastlaşırıq ki, məsihçilərin duası Allaha verilən xoş sövqatdır. O, Allah üçün yandırılan xoş ətirlərdir. Heç bu barədə fikirləşirdiniz? Siz Allaha müraciət edəndə Allah üçün bu xoş ətirdir. Bəzən sözlərdən düzgün istifadə etmirik. Gərək belə deməzdim, özümüzü düzəldirik dua vaxtı. Yox, yarı bunu demək istəmirdim, belə demək istəyirdim. Düzəlişlər edirik. Amma dualarımızı qəbul edən Allah bizim dualarımıza verdiyi qiymət budur. Sənin duan mənim üçün xoş ətirdir. Mən əminəm ki, hər birimizin xoşladığı bir ətir var. Yox, mənim bir ətirim var, 15 ildir istifadə edirəm, bəlkə də çox. Dəyişdirməm, xoşlayıram onu. Və hər dəfə onun qoxusunu uzaqdan fərqləndirirəm. Uzaqdan bilirəm ki, hansı qoxudur və həmin o markaya aid olan qoxuları da fərqləndirirəm. Çünki 4 dənə növü var həmin o markanın. Amma ki, xoşlayıram onu və deyirəm ki, Allah bizim dualarımıza belə fərq qoyur. Bəzi dualarımız sevinclə dolu, şükranlıqla, sevinclə, rəqslərlə gedir. Bəzən isə elə olur sizdə, ürəyinin içində dua eləyirsən, sızıldayırsan ürəyin içində. Olur sizdə, sızıldayırsan, səssiz, içində ağlayırsan, içində müraciət edirsən, Allah isə o xoş qoxunu ayırd edir. Mənim qızım mənimlə danışır, mənim oğlum mənə müraciət edir, eşidirəm, fərqləndirirəm onu. Davud belə deyirdi, mənim dualarım budur Allaha.
Ona görə biz Allaha ibadəti, Allaha müraciəti məhz bununda görürük. Vaxtımız qısadır və mən bilirdim ki, bütün mövzunu, bu günləri biz davam eləyə bilməyəcəyik. Amma gələn həftə bunu davam eləyəcəyik və mən istəyərdim ki, İbranilər məktubu 4-cü fəsil 14-cü, 16-cı ayələrə müraciət edək. Beləliklə, Allahın oğlu İsa göylərdən keçən böyük baş kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq. Nəyə görə bu ayə müraciət eləmək istəyirəm? Çünki bizim növbəti bir otağa girişimiz barəsində söhbətimiz olacaq. Ora isə ancaq ildə bir dəfə. Orada Yom Kipur bayramı adlanır. Qurbanların təqdim edilmə bayramıdır. Həmin o bayramda ancaq baş kahin ildə bir dəfə daxil ola bilərdi. Və hətta ki, kahinlər arasında ora hamısı girə bilmirdi. Ancaq bir şəxs, ancaq ildə bir dəfə. Və biz müqəddəs kitabda görürük ki, bizim baş kahinimiz hələ Məsih özüdür. Və sonra nə deyir? Çünki bizim baş kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim alımızı acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq. Fürsətdən istifadə edək Allahın qarşısına gəlmək üçün. Hər bir günümüz, hər bir vaxtımız, saatımız, dəqiqəmiz Allah ilə danışmaq üçün bizə verilən limitsiz bir imkandır. Limitsiz bir imkandır. Ona görə minnətdarlığı Allaha təqdim eləməyə tələs. Tələs bunu etməyə. Öz dualarını Allaha daim və daim yüksəlt. Öz həyatını Allaha diri bir qurban olaraq təqdim et. Gələn həftə mən sizin ilə həmin o müqəddəslər, müqəddəsi olan yerdən danışacağam. Çünki həmin o mərhələlərdən keçərək xüsusi və önəmli bir yer var. Hara isə Allah hər bir onun adına iman edəni dəvət edir. Və istəyir ki, biz də Allaha çöl qapıdan keçərək içəri otağa daxil olduqda şükranlığımızı, minnətdarlığımızı, ondan məmnun qaldığımızı sevinclə təqdim etdikdən sonra isə xüsusi bir yerdə onun ilə canlı və diri ünsiyyətdə olmağı bacaraq. Aydın Tozer'ın bir sözünü çatdırıram və bu ilə də bitirmək istəyirəm bu günü. Allah bizi öz huzurunda yaşamaq üçün yaratdı. Məsih bizi yalnız cəhənnəmdən xilas etmədi. O, bizi ata ilə ünsiyyətə qaytardı. Maraqlıdır. Və Tozer deyir ki, bizim Allahın huzurunda yaşamaq üçün, biz Allahın huzurunda yaşamaq üçün yaradılmışıq. Məsih bizi ancaq cəhənnəmdən qurtarmadı ki, siz azadsınız, əbədi həyatı gözləyin. O bizə imkan yaratdı ki, ata ilə canlı və diri ünsiyyətdə olaq. O ünsiyyətə qaytarır insanları. Və bizim ata ilə canlı və diri ünsiyyətimiz var. Həmin o ünsiyyətdən istifadə edək. Bugünə bölüşmək istədiyim bu qədər idi.